Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə promis haqqında danışacağıq. Promisin nə olduğunu başa düşməyə çalışacağıq. Daha sonra necə biz özümüz promis yaza bilərik və onu necə idarə edə bilərik. Bunlar haqqında sizə ətraflı məlumat vermiş olacağam. İlk öncə şəkil üzərindən bu izahları aparacağam. Daha sonra praktik olaraq da təbii ki, promisin yazılmasıdır və onun idarə edilməsidir. Bunun şahidi olmuş olacağıq. İlk öncə bu şəklə keçid alaq buradan. Baxın, Ctrl B eləyirəm, sol tərəfi bağlayıram. Belə bir şəkil var mənim əlimdə. Deməli, bu şəkil üzərindən ilk öncə promisi izah edəcəm sizə. Baxın, burada bizim bir promisimiz var. Ümumilikdə promis nədir deyə sual versəz əgər, promis ingilis dilində mənasında da söz vermək mənasına gəlir. Əslində bunun gördüyü iş nədən ibarətdir? Callbacklərə alternativ olaraq yaradılıbdır promis və müəyyən bir asenkron əməliyyat zamanı bizə deməli ya bir nəticə qaytarmış olacaq, uğurlu bir nəticə qaytarmış olacaq və yaxud da ki, uğursuz bir nəticə qaytarmış olacaq və bunları biz idarə edə biləcəyik. Yəni, uğurlu nəticə qaytardığı zaman bu burada hansı proseslər icra olunsun və yaxud da ki, uğursuz nəticə qaytardığı zaman hansı proseslər icra olunsun, biz bunları müəyyən bloklar içərisində təbii ki, qeyd edə biləcəyik. Baxın, burada promis var və pending modundadır. Vəziyyət də deyə bilərsiniz buna. Hal-hazırda pending vəziyyətindədir, addımındadır. Yəni, belə deyək də, addım kimi də baxa bilərsiniz, vəziyyət kimi də, step olaraq da baxa bilərsiniz. Baxın, buradan promisdən çıxan iki cür nəticə var. Fikir verin. İki cür nəticə var. Yəni, sanki düşünün ki, bu promisdən iki dənə qapı var çıxışı üçün. Bunun biri bura gəlir. Buna fulfilled da deyirlər və ya resolved da deyirlər. Baxın, stepin adına həm fulfilled da deyirlər, həm də resolved deyirlər. Aydındır? Bir bu yolla gələ bilər və yaxud da ki, buradan bura gələ bilər. Burada isə reject modundadır. Baxın, reject modundadır. Bəs bunlar nə deməkdir? Resolve nədir, reject nədir? Bizim yazdığımız promisdə əgər uğurlu nəticə qaytarılırsa, deməli orada resolve işə düşüb. Baxın, resolve işə düşüb. Bu resolve-la rejecti həm mod olaraq başa düşmək olar, həm addım olaraq başa düşmək olar, həm də ki, promis içərisində biz callback yazacağıq. Həmən callback-ə gələn deməli müəyyən funksiyalardır. Parametr olaraq gələn funksiyalardır. Birinci parametr olaraq və ikinci parametr olaraq bu sıralamanın fərqini də sizə izah edəcəm. Normalda bu formada adlandırılır. Funksiyaların özləri də, modların özləri də. Ona görə həm resolve, həm də reject tərəfdən baxa bilərik. Amma qeyd etdiyim kimi, resolve hissəyə gəlirsə əgər, buranı fulfilled da adlandırırlar. Yəni, promise pendingdən çıxır, fulfilled hissəsinə gəlir. Baxın, biz promis içərisində müəyyən bir kodlar yaza bilirik. Yəni, bu promisi biz özümüz də yaza bilirik. Promis, yəni normalda JavaScript obyektidir. Asenkron əməliyyatları idarə etmək üçün müəyyən bir JavaScript obyektidir. Və bu bizə iki cür cavab qaytara bilir. Ya uğurlu cavab qaytaracaq, ya da uğursuz cavab qaytarmış olacaq. Uğurlu cavab qaytarırsa, deməli bunun içərisində resolve funksiyası icra olunub və bu resolved moduna keçibdir və yaxud da ki, uğursuz nəticə qaytarırsa, deməli bunun içərisində reject funksiyası icra olunubdur, çağırılıbdır və onun içərisində müəyyən data göndərilib reject moduna gəlibdir. Aydındır? Burada bu iki modun ikisinə də eyni anda promis gedə bilməz. Yəni, buradan çıxış üçün ya buradan gəlib irəliləməlidir, bu formada davam etməlidir, baxın, belə davam etməlidir, ya da buradan çıxıb reject hissəsindən gəlib davam etməlidir. İndi bu promis içərisində düşünün ki, resolve oldu, yəni uğurlu nəticə qaytardı. Həmən uğurlu nəticəni biz resolve deməli funksiyası içərisində data olaraq göndərə bilirik, nəticə olaraq göndərə bilirik. Həmən göndərilən nəticə var. Həmən nəticə gələcək promisi qarşıladığımız zaman den hissəsində tutula biləcək. Baxın, yəni, hələ ki, buradan başa düşməliyik. Əgər promis içərisində resolve icra olunubsa, yəni uğurlu data gəlirsə, biz onu den içərisində tuta bilirik. Den bloku içərisində tuta bilirik qarşıladığımız zaman. Və ya uğursuz nəticə gəlibsə, yəni promis içərisindən reject tətiklənibsə, reject içərisində müəyyən bir məlumat göndərilibsə, onu da catch hissəsində tuta bilirik. Baxın, təkrar deyirəm. Əgər promis içərisində uğurlu nəticə qaytarılırsa, uğurlu formada bizə cavab qaytaracaqsa promis, deməli onun içərisində resolve icra olunub. Və həmən resolve icra olunduğu zaman, onu biz qarşıladığımız zaman, o resolvedan gələn datadır, nədirsə, onu qarşıladığımız blokun adı den blokudur. Və ya promis içərisində uğursuz bir nəticə varsa, həmən uğursuz nəticə bizə qaydırsa, o uğursuz nəticəni catch hissəsində tutub idarə edə bilir. Düşünün, burada baxın, promisə sanki biz deyirik ki, sən uğurlu nəticə qaytardınsa, gəl den bloku içərisində irəliləyəcək zaten, gəl bu prosesləri icra et. Yəni, buna yol göstəririk. Sən uğurlu nəticə qaytardınsa, bu proseslər olsun, uğursuz nəticə qaytardınsa, bu proseslər olsun. Aydındır, bu formada başa düşmək lazımdır. Və bunu try catch ilə qarışdırmayın. Den catch promisi qarşıladığımız zaman istifadə olunan bloklardır.
Try catch isə errorları idarə etmək üçün bizim error blokumuzdur. Aydındır, bunu qarışdırmayın. Və buradan gəlir təzədən pending moduna. Amma təbii ki, burada fərqli olacaq. Əslində birbaşa pendingə yox. İndi ikinci şəklə baxaq. Baxın, ikinci şəkildə daha aydın göstərilir. Fikir verin, burada bizim bir promisimiz var, elə deyil. Bu promis ya resolve dönəcək, ya resolve'lu nəticə dönəcək, ya da ki, rejectli nəticə dönəcək. Biz dedik ki, resolve'lu nəticəni müsbət nəticə olaraq başa düşmək olar, yəni uğurlu nəticə kimi başa düşmək olar. Reject hissəsini isə uğursuz nəticə olaraq başa düşmək olar. İndi promis içərisindən əgər uğurlu nəticə qayıdırsa, o gəlir bura, baxın. Bura keçir, yəni resolve moduna keçir, fulfilled moduna keçir və burada onu then-lə qarşılaya bilirik biz. Then bloku ilə baxın qarşılaya bilirik. Əgər buradan promise içərisindən bizə rejectli nəticə qayıdırsa, uğursuz nəticə qayıdırsa, onu biz burada tuturuq, reject modunda tuturuq və burada catch bloku ilə idarə edə bilirik. Catch blokunun içərisində deyə bilirik ki, əgər reject olubsansa bu işləri gör. Aydındır? Və yaxud da ki, uğurlu nəticə qaytarıbsansa, resolve qaytarıbsansa, onda then bloku içərisində deyirik ki, sən bu işləri gör. Aydındır? Və buradan fikir verin, gəlir bu oxların hər ikisi bura gəlir, final hissəsinə. Finalı da bu then və catch kimi bir blokdur. Sadəcə, əgər promise uğurlu nəticə qaytarıbsa, resolve tətiklənib dedik, oradan gəlir then içərisinə, yəni datadırsa, nədirsə o göndərilir then içərisinə və then bloku içərisində biz onu idarə edib müəyyən bir yerə yaza bilirik və ya harasa göndərə bilirik. Oradan çıxdıqdan sonra gəlir final hissəsinə. Yəni, baxın, buradan belə başa düşmək olar ki, əgər then bloku icra olunursa, promisdən qayıdan nəticədən sonra then bloku icra olunsa, ondan sonra yenə finalı icra olunacaq. Və ya promisdən qayıdan nəticə reject olsa, catch bloku icra olunacaq. Catch blokundan sonra da yenə final hissəsi icra olmuş olacaq. Deməli, biz burada deyə bilərik ki, final bloku hər iki halda icra olunmuş olacaq. Fərqi yoxdur. Promise fulfilled hissəsindən gəlsin, stepindən gəlsin, yəni resolve hissəsindən gəlsin və yaxud da ki, fərqi yoxdur, reject hissəsindən gəlsin. Nəticədə bu bloklardan sonra bu icra olunacaq. Və dedi ki, promise bu yollardan ikisindən birini seçə bilər. Yəni, ya resolve qaytarsa, ya bu yolla gələcək bura final hissəsinə, sonda finalıya gələcək. Yəni, burada gələcək, bu then icra olunacaq, sonra keçəcək finalıya. Və ya reject olsa, deməli, bu yolla gəlməlidir artıq. Onda then icra olunmayacaq. Catch hissəsi icra olunacaq, catch bloku icra olmuş olacaq və oradan da yenə gələcək final hissəsinə. Aydındır? Yuxarıdan da dediyim kimi resolve olanda gəlir bura, then icra olunur, ondan sonra keçir yenə finalıya. Burada finalını başa düşdük ki, finalı hər zaman icra olunan blokdur. Yəni istəyir then üzərindən gəlsin, yenə finalı icra olunacaq, istəyir catch üzərindən gəlsin, yenə finalı icra olmuş olacaq. Aydındır? Promise ən sadə dildə bu formada başa düşmək olar. İndi gəlin praktiki hissəsinə keçək. Əsas məsələ indi praktiki hissədə izah etdiyim zaman bu şəklə yenidən qayıtmış olacaq. Keçək bura app.js hissəsinə. Gəlin biz özümüz bir promise yazaq. Ən sadə şəkildə bir dənə promise yazacağam sizin üçün. Baxın, new yazıram. New açar sözündən istifadə edərək. Mən deyirəm ki, bir promise yazmaq istəyirəm. Baxın. Və bu promise içərisində bir callback function yazacağam. Bu callback function məndən parametrlər qəbul etmiş olacaq. Ya resolve hissəsi, resolve qəbul etmiş olacaq, ya da ki, daha doğrusu qəbul etdiyi zaman resolve qəbul edir və yaxud da ki, reject qəbul edir. Bu ikisini qəbul etmiş olur. Amma qaytardığı nəticə zamanı ya resolve üzərindən nəticə qaytaracaq, ya da ki, reject. Yəni, burada belə başa düşmək olar ki, ya resolve tətiklənəcək, ya da reject. Ya uğurlu nəticə qaytaracaq, ya da uğursuz nəticə qaytaracaq. Aydındır, bu formada başa düşmək olar. İndi bunların adlarını fərqli də yazmaq olar. Onu da yazıb göstərəcəm sizə. Hal-hazırda biz normal yazılış formasının üzərindən irəliləyək. Mən gəlib bunun içərisində birbaşa resolve-u tətikləyib, sonra rejecti də tətikləyə bilərəm. Amma gəlin burada belə bir şey eləyək. Sizə daha aydın olması üçün. Zaten birinci tətiklənən, belə deyək də, onun üzərindən irəliləmiş olacaq. Amma gəlin biz if ilə yazaq bunu. If burada yazmayacaq təbii ki. Məsələn, const deyirəm, a dəyişəni təyin edirəm burada. Bu olsun 23. Mənim bir dənə a dəyişənim var. Gəlib promise içərisində yoxlayacağam. Deyirəm ki, əgər a böyüdürsə, məsələn 20-dən, sən bu prosesi icra et. Və yaxud da ki, a əgər 20-dən böyük deyilsə, sən bu prosesi icra et. Mən də burada demək istəyirəm ki, baxın, əgər a 20-dən böyükdürsə, resolve tətiklənsin, yəni uğurlu nəticə qayıtsın geriyə. Əgər a 20-dən böyük deyilsə, else düşürsə, reject tətiklənsin. Bunu yazmaq istəyirəm. Onda burada resolve-u çağıracağam. Baxın, bunun içərisində müəyyən bir data göndərə bilərəm. Məsələn, uğurlu nəticə. Yəni, ya da böyükdür yaza bilərik. Burada isə, baxın, else hissəsində isə rejecti tətikləyəcəm. Yəni, reject üzərindən data göndərəcəm. Burada da bunun içərisində data göndərə bilirik. Mən string göndərirəm, obyekt falan da göndərmək olar ki, onları da göstərəcəm. Hal-hazırda ən sadə formasını yazaraq sizə bu şəkildə izah etdiklərimi ən sadə formada praktiki hissədə izah etmək istəyirəm. Burada da uğursuz
nəticə deyirəm. Baxın, Ctrl S eləyirəm. Hələ ki heç bir nəticə görməyəcəyik burada. Niyə görə? Çünki biz promisi yazdıq. Amma bunu qarşılamalıyıq. Baxın, bura fikir verdiyimiz zaman promis içərisindən ya resolve qayıdacaq dedik, ya da reject. Baxdığımız zaman ya resolve qayıdacaq, if şərtinə baxdığımız zaman A 20-dən böyük olsa resolve qayıdacaq, digər şərtlərdə reject qayıtmış olacaq. Elə deyil. Biz də bu hissəni yazdıq artıq. Baxın, bu hissəni yazdıq. Promis içərisindən ya resolve qayıdacaq, ya da rejectli nəticə qayıtmış olacaq. İndi burada resolve'lu qayıdan daha doğrusu resolve'lu qayıdan nəticəni dedik nə ilə tuturuq? Den ilə tuta bilirik. Den bloku içərisində müəyyən bir şeylər yaza bilirik. Amma rejectli nəticəni catch ilə tutmuş olacağıq. Gəlirəm bura onda promisdən həmən sonra nöqtə yazıram. Baxın, den yazıram. 2 verin. Nöqtə yazdığım zaman burada catch, final, den hissəsi gəlir zaten. Birbaşa buradan da yaza bilərik. Bir alt sətrə düşüb belə də yaza bilərəm. Baxın, den yazıram və den içərisində bir dənə callback yazacağam. Baxın, bu formada callback yazdım. Den içərisində. Bu callback parametr ala bilir. Məsələn, burada data deyirəm mən buna. Siz A, B, C də deyə bilərsiniz. Fərqi yoxdur. Mən buna data dedim. Deməli, burada baxın, resolve hissəsindən qayıdan nəticə nədirsə, bu gələcək den içərisinə və bu data içərisinə yerləşəcək. Data bunu qəbul etmiş olacaq. Sanki buna parametr kimi bu resolve hissədə nə göndərilibsə, o göndərilmiş olacaq. Onda mən gəlib burada deyə bilərəm ki, məsələn, CLC deyirəm, datanı konsola yaza bilərəm. İndi gəlin bunun qarşısına, məsələn, yazaq. Bu formada den yazaq, baxın. Və vergüllə yazaq. Belə yazaq ki, bilək ki, bu den bloku tətikləndi, aydındır. Bunun fərqini görək. Sonra gəlirəm aşağı, bir dənə də nöqtə yazıram. Bu dəfə catch hissəsini yazacağam. Bu isə rejectli nəticəni qarşılamaq üçün istifadə olunur. Və denlə eyni formada yazırıq. Burada da parametr yazdığımız zaman, catch hissəsində, callback-in içərisində parametr yazdığımız zaman bu rejectdən gələn nəticəni qəbul etmiş olacaq. Aydındır. İndi mən bura deyirəm, məsələn, error deyirəm. Error da deyə bilərsiniz. Hər hansı bir başqa bir adla verə bilərsiniz. Amma normalda bu formada istifadəsini daha çox görəcəksiniz. Gəlirəm bura, CLC deyirəm. Nə yazacağıq bura? Erroru yazacağıq. Baxın, bunu yazacağam. İndi burada gəlin təbii ki, belə bir şey yazaq. Bilək ki, catch hissəsi icra olunduğunu görmək üçün bura yazaq. Catch hissəsini yazaq və vergül yazıram ki, errorumuz buradan içsin. Ctrl S eləyirəm, 2 verin. Konsola baxdığımız zaman, bunu biraz yaxınlaşdıraq. Den uğurlu nəticə. Hara icra olundu? Baxın, bura icra olundu. Den və bu data. Data nə oldu? Uğurlu nəticə. Bu gəldi, bu datanın içərisində yerləşdi. Həmən datanı konsola yazanda gələn nəticə nədirsə, onu yazdıq biz bura və burada den blokunun icra olunduğunu əslində hardan gördük? Bu den yazmışıq da biz bura, elə deyil. Bunun fərqini başa düşmək üçün görürəm. Yəni, başa düşəsiz deyə bu formada yazıram. Belə də yaza bilərdim. Aydındır? Baxın, den yazdım. Den uğurlu nəticə qayıtdı. Niyə görə belə oldu? Gəlin üzərindən gedək. Biz dedik ki, şəkilə baxdığımız zaman, baxın, təkrar yenə şəkil üzərindən deyirəm. Promis mənə ya resolve'lu nəticə qaytaracaq, ya da rejectli nəticə qaytarmış olacaq. Resolve'lu nəticə qayıdırsa əgər, mən onu den bloku ilə tuturam və orada idarə edə bilirəm, nəsə proseslər apara bilirəm, gələn data ilə bağlı. Rejectli nəticə qayıdırsa, onu da catch blokunda tutaraq ona uyğun müəyyən bir deməli, hər hansı bir çıxdı verə bilirəm. Elə deyil. İndi gəlib bura baxdığımız zaman onu əslində burada praktik olaraq görürük. Nə etdik burada? Bir promis yazdıq. Bu bizdən bir callback function aldı. Həmən callback function'ın parametrləri var. Birinci parametri resolve yazmışam, ikinci parametri reject yazmışam. Mən deyirəm ki, burada A dəyişəni təyin etmişəm, elə deyil. Promis içərisində deyirəm ki, əgər A 20-dən böyüdürsə, sən resolve'lu nəticə qaytar demiş oluram. Baxın, resolve'u çağırıram. Bunu çağırıram burada və buna data yerləşdirirəm. Yəni, bu datanı göndərirəm. Həmən göndərilən data harada qəbul olunacaq? Den hissəsində, burada. Və burada qəbul edildi. Ki verin, bu datanın içərisində yerləşdi. Yəni, bu den bloku da öz içərisində bir promise, daha doğrusu, deməli, callback function qəbul etdi və bu callback function'ın parametrinə gəlir, bu resolve'dan gələn data yerləşir. Console log den data dedim. Yəni den yazacaq, bu denin öz içərisindədir, okey. Data da mənə buradan gəldi, resolve'dan gəldi. Baxın, burada baxdığımız zaman dedik ki, den hissəsi resolve'dan gələn datanı qəbul edir. Aydındır? İndi catch hissəsinə baxanda rejectdən gələn datanı qəbul etməliyik. Yəni, əgər burada A20-dən böyük olmasaydı, burada else düşsəydi, mən burada rejectli nəticə qaytarmış olacaqdım. Həmən rejectli nəticə də gələcəkdi, catch bloku içərisində bu callback function'ın parametrinə data yerləşəcəkdi və console log catch error demişəm. Yəni, bu gələn nəticəni yazıram. Bu hissə icra olunacaqdı. İndi gəlin, məsələn, bunu deyək 2. 2 20-dən böyüdür, xeyr, gələcək, else düşəcək, elə deyil. Onda reject tətiklənəcək. Artıq, baxın, reject tətikləndiyi üçün catch bloku icra olundu. Catch uğursuz nəticə oldu. Niyə görə? Baxın, den icra olunmadı. Niyə görə? Çünki promise mənə rejectli nəticə qaytardı. Rejectli nəticəni də biz dedik, catch hissəsində tutub idarə edə bilirik. Ona görə bu catch bloku icra olundu. Baxın, den artıq icra olunmadı. Buranı görmədi o. Buradan bir şey yazmadı konsola. Aydındır? Amma buranı qaytaranda bu formaya
Belə olanda nə olur artıq? Baxın, resolvlu nəticə qaytardığım üçün yalnız den bloku icra olunacaq və keç icra olunmayacaq bu dəfə. Baxın, ikisindən biri icra olunur. Fikir verin. Ya den icra olunur, ya da keç icra olunur. Burada baxdığımız zaman den uğurlu nəticə qayıtmış oldu bizə. Aydındır? Baxın bura qədər. İndi şəkil üzərində bir dənə də qaydaq. Baxın, promis bizə ya resolvlu nəticə qaytaracaq, ya da rejectli nəticə qaytaracaq. Resolvlu nəticə qaytardığı zaman, uğurlu nəticə qaytardığı zaman bunu den bloku ilə icra eləyə bilirik biz. Den bloku içərisində həmən gələn datanı tutub müəyyən bir yerə yaza bilirik, nəsə eləyə bilirik də gələn data üzərində. Və yaxud da ki, rejectli nəticə qaydanda keç bloku ilə tuturuq. Baxın, bunun ikisinə eyni anda promis keçə bilmir. Ya bu yoldan gəlməlidir, ya da bu yoldan gəlməlidir. İndi sonda final var. Bu finalı da gəlirəm burada yazıram. Baxın, bir dənə də burada nöqtə yazıb finalı yaza bilərsiniz. Mən bir dənə də aşağı düşürəm və nöqtə yazıram, final yazıram. Bu formada da yaza bilərsiniz. Bu da bir callback function qəbul edəcək və bu bir parametr falan qəbul etmir. Final hissəsinə bura parametr falan yazmayın. Baxın, burada da dərəcə deyirəm, bura hər zaman işləyir deyirəm. İşləyir deyirəm. Baxın, Ctrl S eləyirəm, fikir verin. Den uğurlu nəticə işlədi və bura hər zaman da işləyir. Bu da yazdı. Bu nəticə hardan gəldi? Bura hər zaman işləyir, bu final hissəsindən gəldi. Uğurlu nəticə hardan gəldi? Den hissəsindən gəldi. Deməli, şəkil üzərində gördüyümüzü burada da praktiki olaraq gördük. Yəni nə oldu? Promis bizə resolvlu nəticə qaytardı. Çünki 23-20-dən böyükdür. Bura icra olundu. Baxın, resolvlu nəticə qaytardı. Ona görə gəldi den bloku icra olundu. Sonra keçi icra etmədi. Fikir verin. Gəldi yenə finalını icra etdi. İndi mən bura desəm məsələn 3 20-dən böyükdür. Xeyr. Bura false olduğu üçün if içərisi işləməyəcək, gələcək düşəcək else. S-də də reject qaytardığı üçün artıq den icra olunmayacaq. Keçlə final icra olunacaq. Bu keçin icra olunma səbəbi nədir? Rejectli nəticənin qayıtmasıdır. Finalın icra olunma səbəbi nədir? Dedik ki, keç də icra olunsa, den də icra olunsa, onlardan sonra finalı hər zaman icra olunan deməli blokdur. Ona görə Ctrl S edirəm. Bura baxdığımız zaman keç uğursuz nəticə yazdı bura, yəni keç bloku icra olundu və bura hər zaman işləyir. Yəni finalı hissəsi də işləmiş oldu. Burada işləmiş oldu. Aydındır? İndi biz bu promisi özümüz yazdıq. Fikir verin, çox sadə bir promis yazdıq biz burada. Ola bilər ki, biz yazdığımız kodlar zamanı bizə asenkron bir əməliyyat, bizim qarşımıza asenkron bir əməliyyat çıxsın. Biz onu idarə etmək üçün callbacklər yerinə promislər yaza bilərik. Özümüz promislər yaza bilərik və məsələn funksiya içərisində yazarıq. Həmin funksiya bizə promis qaytarar, onu da yazacağam indi. Və onu özümüz yazdıqdan sonra hər hansı bir yerdə o funksiyanı çağıranda biz biləcəyik ki, bu promis qaytarır. Ona görə də onu den-lə, keç-lə və final ilə tuta biləcəyik. Aydındır? Və yaxud da ki, bizə hazır gələn metodlar olacaq, funksiyalar olacaq. Örneğin, məsələn, fetch API. Fetch API bizə promis qaytarmış olacaq. Həmən promisin nəticəsini idarə etmək üçün onun içərisindəki bu promisi biz yazmayacağıq artıq. Baxın, bu bağlıdır düşünün. Biz bilmirik, bu promisdir, amma bilmirik bu bizə resolve qaytarır, yoxsa reject qaytarır. Mən də hər iki halı təhlükəyə atmamaq üçün həm deni yazacağam, həm də keç hissəsini yazacağam. Ən az bu ikisini yazacağam ki, əgər resolve nəticə qayıdırsa, bura data gəlsin, burada data üzərindən konsola yazım, onu UI-ya göndərim, harasa göndərim. Və yaxud da ki, rejectli nəticə qayıtsa, ona uyğun kodları da burada yazım. Aydındır? Yəni, təkrar deyirəm, promisi biz özümüz də yaza bilirik bu formada. Hər hansı bir yerdə bizə lazımdırsa, biz özümüz promis yazacağıq. Hər hansı bir yerdə həmən funksiya nədirsə, metodsa nədirsə, onu çağırdığımız zaman biləcəyik ki, bu promis qaytarır və onu den-lə, keç-lə idarə edə biləcəyik. Və yaxud da ki, biz o promisi yazmarıq, amma elə funksiya yazarıq ki, məsələn, fetch API-ni yazarıq, o bilirik ki, bizə promis qaytarır. Onu da idarə etmək üçün, biz dedik ki, promisi idarə etmək üçün den və keç-dən istifadə etmiş olacağıq. Finaldan da təbii ki, istifadə edə bilərik. Lazımdırsa, əgər istənilən nəticədən sonra hər hansı bir proses icra etmək lazımdırsa, finalı da yaza bilərik bura. Amma ən az den-lə keç yazılmış olacaq. Aydındır? Çünki resolvlu nəticə üçün deni yazmaq lazımdır ki, den bloku içərisində müəyyən proseslər icra olunsun və ya rejectli nəticə qayıdırsa, onun üçün də keç blokunu yazmaq lazımdır ki, burada müəyyən proseslər icra olunmuş olsun. Aydındır? İndi gəlin belə bir şey eləyək. Baxın, bu promisi mən atıram. Buradan Ctrl X eləyirəm. Bir funksiya yazıram burada. Baxın. Bir funksiya yazıram. Məsələn, get data deyirəm. Belə bir adı var, düşünün. Parametrə ehtiyac yoxdur. Bu promisi atdım bunun içərisinə. Baxın, sadəcə funksiya içərisində yazdım da onu. Və bunu return edirəm. Ctrl S eləyirəm. Baxın, bu get data funksiyası nə etdi? Bir promisi geriyə return etdi. Onda belə çıxır ki, mən gəlib burada aşağıda yazdığım zaman, baxın, bu get datanı çağırdığım zaman, hər hansı bir yerdə çağırıram düşünün. Mötərizəni açdığım zaman mənə görə nə deyir? Deyir, mən promis qaytarıram. Deməli, bu promis qaytarırsa, mən bunu den-lə, keç-lə idarə etməliyəm. Elə deyil. Bunları da bunun ardına yazıram. Baxın, belə də yaza bilərsiniz bu formada.
belə də yaza bilərsiniz və yaxud da ki, aşağı sətirdən bir dənə belə düşüb belə də yaza bilərsiniz. Aydındır? Eyni nəticə qayıtdı bizə. Keç uğursuz nəticə və bura hər zaman işləyir. Bu nəticə qayıtdı bizə. Bu necə oldu bəs? Biz getData adında bir funksiya yazmışıq. Bu funksiya müəyyən bir nəticəni return eləyir. Return elədiyi şey nədir? Promise-dir. Baxın. Deməli getData-nı hardasa çağırsam mən onu dənlə keçinən idarə etməliyəm. Aydındır? Yəni bu getData çağırıldığı zaman o mənə promise qaytarır. Həmin promise idarə etmək üçün den keçdən istifadə etməliyəm. Yəni bu getData, belə desək, getData ya resolve-lu nəticə qaytaracaq, ya da rejectli nəticə qaytaracaq. Onu da idarə etmək üçün bu bloklardan istifadə edəcəyik ki, əgər resolve-lu nəticə qayıdıbsa bunu icra etsin, rejectli nəticə qaytarıbsa bunu icra etsin demiş olacağıq. Məsələn, bu getData yerində indi biz getData yazmışıq, fetch də olacaq. Örnəyin deyirəm də fetch də olacaq. Fetch bizə promise qaytaracaq. Həmin promise bunlarla idarə edə bilmiş olacağıq. Aydındır? Bu belə. İndi burada bir şey də göstərmək istəyirəm mən sizə. Baxın, bu promise içərisində resolve və reject yazmışam mən. Əslində bunların dəyişən adlarını fərqli də verə bilərik. Örnəyin, bura D deyirəm, burada T deyirəm. Gəlirəm bura deyirəm ki, A 20-dən böyüksə əgər D çağırılsın, əgər A 20-dən böyük deyilsə T çağırılsın. Baxın, Ctrl S eləyirəm, bizə yenə eyni nəticə çıxdı. Keç uğursuz nəticə. Bura hər zaman işləyir hissəsi çıxdı. Amma burada mən parametr olaraq promise-də nə yazdım? D və T yazdım. Bu formada yaza bilərik. Yəni, nəyi demək istəyirəm? Promise-in qaytardığı nəticə var. Həmən o nəticə bu promise içərisində yazılan callback-in, baxın, promise içərisində yazılan callback-in əslində qəbul etdiyi datalara görə, daha doğrusu parametrlərə görə hesablanır. Yəni necə? Əslində belə də demək olar. Resolve-lu, rejectli nəticə demək yerinə belə bir şey də demək olar ki, əgər promise içərisindəki callback-in qəbul etdiyi birinci parametr çağırılıbsa funksiya kimi, deməli then bloku icra olunacaq. Və ya promise içərisindəki callback-in qəbul etdiyi ikinci parametr funksiya olaraq çağırılıbsa, onda catch bloku icra olunacaq. Bunu da demək olar. Amma buna sanki standart olaraq belə deyiblər də, birinci parametrə resolve deyək, ikincinə reject deyək. Aydındır? Amma bu parametrləri siz, dediyim kimi, fərqli formada da yaza bilərsiniz. Yəni, fərqli ad kimi də yaza bilərsiniz. Amma yazmağı məsləhət görmürəm. Sadəcə mənasını bilin ki, bu resolve, reject nəticə qaytarması bunların adına görə deyil. Bu, callback-in qəbul etdiyi parametrin sırasına görədir. Yəni, əgər birinci parametrdə gələn funksiya çağırılırsa, deməli, then bloku icra olunacaq. Deməli, bu fulfilled hissəsinə keçəcək, stepinə keçəcək, resolve hissəsinə keçəcək. Aydındır? Amma ikinci parametr, yəni bu promise içərisindəki callback-ə gələn ikinci parametr icra olunacaqsa, çağırılacaqsa, deməli bu reject stepinə keçəcək, reject vəziyyətinə keçəcək. Onda da catch bloku icra olunacaq. Aydındır? Yəni ola bilər ki, bu formada yazılışlar görəsiniz. Məsələn, fərqli adla olsun burada. Burada D çağırılsın. Burada da T çağırılsın. Baxın bu formada. Bunda da eyni nəticə, yəni promise normal nəticə qaytaracaq. Əgər burada da belə deyə bilərik də, yəni birinci parametr dediyimiz zaman, deməli promise içərisində yazdığımız callback-in birinci parametri funksiya olaraq çağırılıbsa, then bloku icra olunacaq. Əgər ikinci parametri funksiya olaraq çağırılıbsa, catch bloku icra olunacaq. İndi örnəyə baxdığımız zaman catch hissəsi icra olunur burada. Niyə görə? 3 20-dən böyükdür? Xeyr. If hissəsi icra olunmadı, else hissəsi icra olundu. T funksiyası çağırıldı burada, fikir verin. Bu T funksiyası promise-in içərisindəki callback-in neçənci parametridir? İkinci parametr. Deməli, ikinci parametr funksiya olaraq çağırılıbsa, catch hissəsi icra olunacaq. Yəni, bu blok icra olunmuş olacaq. Catch, error yazacaq. Yəni, burada catch hissəsində uğursuz nəticə, bunun içərisində göndərilən data yazılacaq. Və ya mən bura 23 desəm bu formada, Ctrl S eləsəm, baxın, then uğurlu nəticə yazıldı və bura hər zaman işləyir hissəsi yazıldı. Yəni, final hissəsi dediyi hər zaman işləyirdi, o heç. Amma then-lə keçə əsas fikir vermək lazımdır. Burada nə oldu bəs? Baxın, 23 20-dən böyükdür, bəli, bu hissə icra olundu. D bloku, yəni D funksiyası çağırıldı. Bu D promise içərisindəki callback-in neçənci parametridir? Birinci parametri. Baxın, deməli, promise içərisindəki callback-in birinci parametri çağırılırsa əgər, deməli, then bloku icra olunacaq deyə bilərik. Aydındır? Bu formada. Amma siz resolve, reject yazın. Mən bunu məsləhət görürəm sizə. Sadəcə bilin ki, bu adına görə deyil bunlar. O steplər bildiyi fulfilled və ya resolve hissəsi olur. Və ya reject stepi olur, addım olur. Yəni yola baxdığımız zaman, baxın, buranı nəzərdə tuturam. Bu formada gəldiyi zaman ya buradan resolve nəticəsi qaytaracaq, ya da ki, reject qaytaracaq. Aydındır? Bu steplər də əslində resolve stepidir, bir də ki, reject stepidir. Amma bunların elə funksiyalarını da öz adları ilə adlandırıblar ki, çox qarışıq olmasın. Aydındır? Gəlib bura məsələn biri reject yazsa, hətta bunu da yazım. Fikriniz qarışacaq bilirəm. Amma baxın, göstərmək istəyirəm ki, bu
adına görə deyil. Baxın, indi baxdığımız zaman Ctrl S eləyirəm, fikir verin. Den uğursuz nəticə işlədi. Den uğursuz nəticə işlədi. Baxın, bura işlədi. Reject hissəsi icra olunmuş oldu. Elə deyil. 3 deməli 20-dən böyüdür. Xeyr, böyük deyil. Elə deyil. Gəldi düşdü bura. Buranı icra etdi. Baxdığımız zaman den uğursuz nəticə işlədi. Baxaq bir dənə. Den uğursuz nəticə işlədi. Baxın, bu parametri göndərdi. Hətta mənim də fikrim qarışdı, fikir verdiniz. Bu hissəsini bilməsəz də olar, amma sadəcə göstərmək istəyirəm ki, adına görə deyil. Burada 3 20-dən böyüdür. Xeyr, onda if hissəsi icra olunmayacaq. Else icra olunacaq, elə deyil. Reject çağırıldı. Reject burada neçənci parametrdir? Birinci parametrdir. Əgər birinci parametrdirsə, deməli den bloku icra olunacaq. Baxın, bura icra olunur. Baxın, qarşısında den yazır. Fikir verin, den yazır. Biz bundan bilirik ki, den bloku icra olundu. Amma parametr olaraq uğursuz nəticə göndərmişik də reject hissəsində. Ona görə də bu deməli data göndərildi bura. Den uğursuz nəticə yazdı. Amma bura məsələn 23 yazsam, indi baxdığımız zaman Ctrl S eləyirəm, fikir verin. Keç uğurlu nəticə çıxdı. Keç uğurlu nəticə çıxdı. İndi baxaq bura, baxın. 23-dür bu. 20-dən böyüdü, bəli, bura icra olundu. Resolve nəticə qaytardı, elə deyil. Resolve nəticə bu promisin içərisindəki callback-in neçənci parametridir? İkinci parametri. İkinci parametr çağırılırsa əgər, deməli keç hissəsi icra olunacaq bura. Baxın, bura icra olunacaq. Keç, baxın qarşısına keç yazıb. Ondan bilirik ki, keç bloku icra olundu. Mən onu ona görə yazdım ora. Blokların adını bura ona görə yazdım ki, fərqini başa düşək. Keç, amma uğurlu nəticə yazdım. Niyə görə? Çünki burada resolve hissəsinə mən uğurlu nəticə göndərmişəm. Aydındır? Belə yazmayın, çalışın. İlk parametri resolve yazın həmişə ki, qarışdırmayın da. Bilin ki, bu dənə düşəcək. İkinci parametri isə reject yazın. Bu formada artıq düzgün işləyəcək. 23 den uğurlu nəticə. Burada da baxın, indi məsələn 3 yazdığımız zaman Ctrl S eləyirəm, fikir verin. Keç hissəsi uğursuz nəticə olmuş oldu. Bu formada düzgün işlədi. Yəni, qısacası bilməlisiniz ki, promisin içərisindəki callback-in qəbul etdiyi parametrlərin sırasına görə den və keç blokunun icra olunması təyin olunur. Əgər birinci parametr çağırılırsa, den hissəsi icra olunacaq, ikinci parametr çağırılırsa, keç hissəsi icra olunmuş olacaq. Aydındır? Bunu başa düşmək lazımdır. Daha sonra burada nəyi göstərmək istəyirdim mən sizə? Əslində bu qədərdir. Promisin yəni ilkin olaraq, yəni bunları bilmək lazımdır. Əsas yəni can alıcı nöqtəsi promisin buradır. Aydındır? Buranı bilmək lazımdır. İndi bir növbəti dərsimizdə mən nə haqqında danışacağam sizinlə? Promis deməli chain haqqında danışacağıq. Yəni bu denləri ardıcıl formada biz yaza bilirik və keçləri ardıcıl formada bir dənə də gəlib burada məsələn den yaza bilirəm. Onu niyə görə yazırıq, nə üçün yazırıq onu göstərəcəm sizə. Callback Hell'in belə deyək də daha yaxşı versiyası deyə bilərik. Yəni bir yerdən məsələn data alırıq. Callback-də necə olurdu? Məsələn, bu callback-dən bir dənə data alırdıq, onu digər funksiyaya parametr kimi göndərirdik ki, ondan sonra o icra olunsun, elə deyil. Amma orada callback hell cəhənnəmi yaranırdı, pillələr yaranırdı. Burada da promise chain yaranmış olacaq. Yəni dən keç zinciri yaranmış olacaq sanki. Amma bu daha oxunaqlı olacaq. Aydındır? Onun üçün də bunu da izah edəcəm sizə və promise deməli metodları haqqında da danışacağam sizinlə. Məsələn, promise oldu və yaxud da ki, digər metodlar var. Onlar haqqında da sizə məlumat verəcəm ki, onlar nə üçün istifadə olunur və təbii ki, ondan sonra da dərslərimiz yenə ardıcıl formada davam etmiş olacaq. Amma əsas məsələ dediyim kimi, baxın, bilin ki, promise içərisindəki callback-in qəbul etdiyi parametrin sırasına görə bu dənlə keç çağırılır. Stepə görə baxdığımız zaman isə əgər resolve nəticə, resolve stepindən gələn bir nəticə varsa, den hissəsində tutulacaq o. Yəni resolve stepindən irəliləyirsə, promisin nəticəsi den bloku ilə onu tutacağıq. Reject blok deməli stepindən irəliləyirsə, əgər müəyyən data error nədirsə, nəticə, onu da keç hissəsində tutacağıq. Finalda dedik, hər zaman icra olunmuş olacaq. İstəyir resolve-dan gəlsin, resolve stepindən gəlsin, final icra olunacaq. İstəyir reject stepindən gəlsin, yenə final icra olunmuş olacaq. Promise bu qədər, promise haqqında bu qədər. Bir sonraki dərsdə dediyim kimi promise chain haqqında və promise metodları haqqında danışmış olacağıq. Bir sonraki dərsdə görüşək.